Salam əziz tələbələr. Bu günləri mən sizinlə dünya görüşü haqqında danışmaq istəyirəm və sizə bəzi vacib məlumatları çatdırmaq istəyirəm. Dünya görüşünü oxuyarkən müəyyən vəsaitlər vardır ki, biz onlardan dünya görüşümüzü genişləndirmək üçün istifadə edirik, oxuyuruq. Amma bəzən bu vəsaitlər bizə müsahibədə verilən sualları cavablandırmağa kifayət etmir. Əsasən nəyə fokuslanmaq lazımdır? Həmin materiallardan əlavə öz ixtisasımızla bağlı olan bir neçə məlumatlar, əsas məlumatları öyrənməliyik, araşdırmalıyıq. Daha sonra vəzifə proqramını oxuyarkən orada bizə maraqlı gələn terminlər ki var, bilmədiyimiz terminlər ki var, həmin terminləri araşdırmalıyıq, onların mənalarını öyrənməliyik. Çünki sərbəst ekspert biz hər hansısa bir tərifi deyəndən sonra sərbəst ekspert bizi saxlayır və bizə həmin tərifdə olan terminlərin mənasını soruşa bilir. Bunlardan bir neçəsini istəyirəm ki, sizin nəzərinizə çatdırım. Mən özüm də müsahibədə olarkən mənə bu suallar verilib. Sərbəst ekspert soruşur ki, kontur agent nədir? Emitent nədir? Banknot nədir? Dolayı valyuta nədir? Və bir sıra bunun kimi sizə iqtisadiyyat yönümlü ixtisasınız varsa, suallar verə bilər. Ona görə də bu suallara cavab tapmaq üçün vəzifə proqramını oxuyarkən orada olan terminlərə diqqət edin, onları araşdırın və elə müsahibəyə getsəz daha yaxşı uğur əldə edə bilərsiniz.